Salam, ərvətiniz xeyir olsun əziz şagirdlərimiz. 6-cı sinif dərsliyini əhatə edən kiçik summativ qiymətləndirmə 4 riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir ki, deməli, ədəd oxu üzərində yerləşən A-2, B3 nöqtələr arasındakı məsafəni tapın. Bu qiyməti tapmaq üçün biz modul daxilində 3 ədədindən -2-nin çıxaraq qiyməti hesablamalıyıq. Doğru cavab 5 edir. Düzbucaqlı koordinat sistemində hər bir nöqtənin yeri neçə koordinat cütü vasitəsilə müəyyən olunur? 2 koordinat cütü vasitəsilə müəyyən olunur. Birinci x-ı, ikinci isə y-i bildirir. Apsisi 7 olan nöqtənin yerləşdiyi rübü tapın. Deməli, düzbucaqlı koordinat sistemi üzərində apsisi 7, yəni müsbət qiymət olan 2 rüb var ki, həmin rüblər 1 və 4-cü rübü əhatə eləyir. B variantı. O x oxundan aşağıda yerləşən nöqtənin ordinatının işarəsi necə olur? O x oxundan gördüyünüz kimi bu x oxu götürsək, x oxundan aşağıda yerləşən deməli, nöqtənin ordinatı mənfi qiymətlərlə ifadə olunur. Doğru cavabımız mənfidir. Kəmran -4 3 nöqtəsinin 4-cü rübdə yerləşdiyini söyləyir. Deməli, qeyd edək. X-ı -4, y-i 3 olan -4, y-i 3 olan nöqtə biz deməli alırıq ki, nöqtə 4-cü rübdə yerləşir. Bu yanlışdır, doğru deyil. Bəs yanlışdırsa doğru cavabı qeyd edin deyir. -4 3 nöqtəsi 2-ci rübdə yerləşir. Deməli, növbəti sualımız M 4 2, N 3 3, 5 3, 6 2 nöqtələrini düzbucaqlı koordinat sistemində ardıcıl birləşdirərək hansı fiqurun alındığını müəyyən edin deyir. Deməli, biz şəkil çəkəsi olsaq, x-in qiyməti 4 2-dir. 4 2 nöqtəni qeyd edik. Bu M nöqtəsi oldu. Növbəti nöqtəmiz 3 3-dür. 3 3 digər nöqtədir. Sonra 5 3 x-ı 5 x-ı 5 3-dür. Digər nöqtəmizi qeyd edək. Növbəti 6 2-dir. X-in qiyməti 6 olanda y-in qiyməti 2 olur. Bu da buradadır. Və bunları ardıcıl şəkildə birləşdirsək, bizə görünən fiqur paralleloqram olacaqdır. Növünü müəyyən edin deyir. Paralleloqram. C variantı. Düzbucaqlı üçbucağın təpə nöqtələri -3 1, B 1 1, C 1 4 yerləşir. Həmin üçbucağın sahəsini tapın deyir. Deməli, biz düzbucaqlı koordinat sistemi üzərində şəkli çəksək, deməli, -3 1 nöqtəsi, nöqtənin biri yerləşir burada, A nöqtəsi. Növbəti 1 1 nöqtəsidir. 1 1 nöqtəsi. Bu B nöqtəsini ifadə edir. C 1 4 nöqtəsidir. Şəkli çəkəsi olsaq, deməli, belə bir üçbucaq alırıq. Gördüyümüz kimi düzbucaqlı üçbucağı verir. Düzbucaqlı üçbucağı da sahəsini tapın deyirsə, digər nöqtə C nöqtəsidir. AB arasındakı məsafəni tapanda AB'nin qiyməti bizə -3 ilə 1 arasındakı məsafəni verir, 4 eləyir. BC parçasının uzunluğunu axtarsaq, deməli, BC-nin uzunluğu da 1-dən 4-ə qədər olan məsafədir. Bu da bizə 3-ü verir. Sahəni taparkən ikisini bir-birinə vurub yarıya bölmək lazımdır. Doğru cavabımız 6 edir. B variantı. Növbəti sualımız. Deməli, nöqtələr arasındakı məsafə 5 vahid olarsa, x-in ala biləcək qiymətlərin hasilini tapın deyir. Deməli, ordinatlar eyni olduğuna görə biz nə etməliyik? Modul daxilində apsislərin fərqini hesablayıb cavabı 5-ə bərabər yazmalıyıq. Bu halda 2 şərt ödənə bilər. X-in ala biləcək qiymət üçün bir dəfə 3 ilə 5-i toplamalıyam. Digərində isə 8 edir. Digərində isə deməli, 5 ilə 3-ün fərqini hesablayıram. Bu bizə 2 verir. Deməli, daha doğrusu 3 ilə mənfi, diqqət edək, 3 ilə 5-in fərqini hesablayıram. 3 ilə 5-in fərqi. Bu bizə verəcək -2. Deməli, nöqtə ola bilər -2 olsun, digəri isə ola bilər 8 nöqtəsi olsun.
Bizdən bunların hansını istədiyinə görə 8-i -2-yə vururuq. Doğru cavabımız -16. Ordinat oxu üzərində yerləşən nöqtənin apsisi aşağıdakılardan hansına bərabər olar? Sözsüz ki, ordinat oxu üzərində yerləşən nöqtənin apsisi 0 olur. Apsisi oxu üzərində yerləşən nöqtənin ordinatı isə 0-a bərabər olur. Deməli, 10-cu sualda verilən nöqtələrin ardıcıl birləşməsindən alınan fiqurun sahəsini tapın deyir. Düzbucaqlı koordinat sistemini çəkək. Deməli, -2, 5 nöqtəsi götürürük. -2, 5 nöqtəsi. 5 nöqtəsi olsun. Bu A-nı ifadə edir. Növbəti -2, -1 nöqtəsi olsun. -2, -1 nöqtəsi. Bu isə bizə verəcək B nöqtəsi, daha doğrusu D nöqtəsi. Sonra 3 -1 nöqtəsidir. X-in qiyməti 3. Y-in -1 bu E nöqtəsidir. Növbəti 3, 5 nöqtəsi. Bu nöqtə isə F nöqtəsini ifadə edir. Bizə deyir ki, bu fiqurun sahəsini tapın. Əvvəlcə bunları birləşdirək. Gördüyümüz kimi belə bir görüntüdə düzbucaqlı alınır. Bu düzbucağın AD tərəfinin uzunluğu -1-dən 5-ə qədər olan məsafədir. Bu bizə 6-nı ifadə edir. Digəri, deməli, A-dan F-ə qədər olan məsafə isə -2-dən 3-ə qədər olan məsafədir. Bu da bizə elə 5 qiymətini verir. Sahəsini taparkən bir-birlərini vururuq. Düzbucaqlı olduğuna görə 6-nı 5-ə vururuq. Doğru cavabımız 30 edir. C variantı. Növbəti sualımız. 11-ci sualda A7, 12 nöqtəsinin apsis oxuna nəzərən, yəni OX oxuna nəzərən simmetrik olan nöqtənin koordinatlarının cəmini tapın. OX oxuna nəzərən simmetrik isə demək ki, X-in qiyməti olduğu kimi qalacaq. Y-in qiyməti əksinə çevriləcək. Olacaq 7 -12. Bu nöqtənin koordinatlarının cəmini istəyir bizdən. 7 ilə -12-nin cəmi -5 verir. 12-ci sualda -2, 9 nöqtəsini koordinat sistemində 3 vahid sola, 2 vahid aşağı yer dəyişməklə alınan yeni nöqtənin koordinatlarını tapın deyir. 3 vahid sola yer dəyişdirsək, deməli, -2-dən 9, apsis oxu 3 vahid kiçilir. -2-dən 3 çıxırıq, -5 edir. Olacaq -5, 9. İlk addımda nöqtəmiz belə olacaq. 2 vahid aşağı yer dəyişdirdikdə isə ordinatın qiyməti 2 vahid azalır. Olacaq deməli, -5, 9-dan 2 çıxırıq, 7, -5, 7, A variantı. A və B nöqtələr apsis oxuna paralel olan düz xəttin üzərində yerləşir. A nöqtəsinin koordinatı 5, 7 olarsa, B nöqtəsinin koordinatı aşağıdakılardan hansı ola bilər? Əgər apsis oxuna paralel düz xətt üzərində yerləşirsə, demək ki, bunların y-ləri, yəni ordinatları eynidir. A nöqtəsinin ordinatı 7 isə, demək ki, B nöqtəsinin ordinatı 7 olmalıdır. Digər hallar ola bilməz. Doğru cavabımız A edir. Düzbucaqlının 3 təpə nöqtəsinin koordinatları verilib, 4-cü təpə nöqtənin koordinatını tapın deyir. Deməli, bizim edəcəyimiz verilmiş nöqtələri düzbucaqlı koordinat sistemi üzərində qurmaq. A nöqtəsi -2, deməli, -2'dir. Bu bizə nöqtəni burada verir. Bu A nöqtəsidir. Qeyd edək. Sonra B nöqtəsi 3, 4'dür. 3, 4 nöqtə digəri buradadır. C-nin koordinatı 3, -2'dir. Digər nöqtə buradadır. Deməli, B nöqtəsidir. Bura isə C nöqtəsidir. Sonra isə 4-cü nöqtənin koordinatı istəyir. Biz bu şəkili ardıcıl olaraq birləşdirsək, deməli, sözsüz ki, burada digər təpə nöqtəsi bu şəkildə gələrək düzbucaqlı fiqurunu verməlidir və bu nöqtənin koordinatını təyin etmək üçün -2, 4 olaraq götürə bilərik. Deməli, -2, 4. Qeyd edək. Doğru cavabımız -2, 4 olur.
Apsisi -1 olan, apsisi -1 olan və eyni rübdə yerləşməyən iki nöqtədən keçən düz xətt hansı oxa paraleldir? Bunu da düzbucaqlı koordinat sistemi üzərində göstərək. Deməli, apsisi -1 olmalıdır və eyni rübdə yerləşməyən iki nöqtə götürməliyik. Tutaq ki, nöqtənin biri olsun burada A nöqtəsi, digəri olsun aşağıda bu B nöqtəsi olsun. Bunların hər birindən keçən düz xətt. Bunlardan düz xətt keçirək. Bu keçirilən düz xətt hansı oxa paraleldir? Sözsüz ki, paralel olan ox Y oxudur. Bunu qeyd edə bilərik ki, o Y oxuna paralel olur və yaxud da ordinat da yaza bilərik. Hər bir şahidə uğurlar deyirik. İnşallah növbəti summativlərin izahlarında görüşənə qədər.